tarixə düşəcək ikinci tapşırığımız bizim şəhidimiz, milli qəhrəmanımız Mübariz İbrahimovun şəhid olduğu nəşinin əsir düşdüyü bir post idi. Hansı ki 457 yüksəliyi adlanırdı ora. Mübariz İbrahimovun şəhid olduğu postda 1000 metrdən artıq keçid açmışdıq. Hansı ki biz o keçidə yaxınlaşarkən bizim Uralımızı vurdular. İçi şəxsi heyətlə dolu. Bizim orada 5 şəhidimiz oldu. Müharibənin gedişatıdır bu. Qələbə qazanmaq istəyirsən, qurban verəcəksən. Bu İtki qaçılmazdı. Bəli. Hətta biz bu hərbi termin var. Hərbi elmi cəhətdən bu təsdiq olunub və hücuma keçən və yaxud da müdafiə olan bölmə bunu bilməlidir ki, hücuma keçən bir bölmə müdafiə olunan bölmədən 1-ə 3 artıq olmalıdır. Bu da bizdə heç artıq olmadı. Bizim komandanlığımız, bizim komandirlərimiz, bizim peşəkarlığımıza güvənərək, bizim dinc vaxtda döyüş tapşırıqlarına hazırlıq proseslərimizi izləyərək dərindən adamlar analiz ediblər ki, qarşımda duran 50 nəfərlik düşməni mənim 15 nəfərim sıradan çıxardacaq.